Ölürsənmi adlı mobil tətbiq Çində və ondan kənarda sürətlə populyarlıq qazanıb. Təxminən 1 avro, yəni 2 manat qiyməti olan bu tətbiq yanvarın ilk həftəsində Çində Apple App Store-da ən çox yüklənən pullu tətbiqə çevrilib. Tətbiqin əsas məqsədi tək yaşayan insanların təhlükəsizliyini izləməkdir. İstifadəçilər hər gün böyük yaşıl düyməyə toxunaraq yaxşı olduqlarını təsdiqləməlidir. Əgər 2 gün ardıcıl olaraq təsdiq verilməzsə, sistem avtomatik şəkildə istifadəçinin fövqəladə əlaqə şəxsinin elektron poçtuna xəbərdarlıq göndərir. Proqram mağazasında tətbiq tək yaşayan insanlar üçün yüngül təhlükəsizlik aləti kimi təqdim olunur. O, görünməz nəzarət və təcili əlaqə mexanizmləri vasitəsilə insanların daha rahat yaşamalarını hədəfləyir. Keçən il pulsuz istifadəyə verilən tətbiq sonradan 2 manata satılmağa başlayıb. Beynəlxalq bazarda tətbiq Amerika Birləşmiş Ştatları, Sinqapur və Honkonqda ən populyar pullu proqramlar sırasına daxil olunub.